ilimizin ən mükəmməl tapıntısı, ən unikal tapıntısı əlimdə tutduğum bu daş kürədir. Daş kürə çox mükəmməl cilalanıbdır. Üzərində təbii aşılanmadan qopuqlar olsa da burada zərbə yeri yoxdur. Heç bir deşiyi yoxdur. Daş özü çox ağır çəkidədir. Cəlilabadın Cəfərxanlı kəndində yerləşən Paşatəpə, qədim yaşayış məskənində aşkarlanan nadir arxeoloji tapıntılar bu ildə elmi əhəmiyyətini qoruyur. Burada üzə çıxarılan 2 kiloqrama yaxın daş kürə və digər unikal nümunələr Böyük Britaniyanın nüfuzlu Heritage Daily nəşrində də işıqlandırılıb. Son qazıntılar isə Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyən yeni faktlar ortaya çıxarıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, doçent Vəfa Mahmudova. Biz hər il olduğu kimi mütəmadi olaraq 2022-ci ildən başlayaraq Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə abidəsində qazıntılar aparırıq. Bu il də bizim qazıntılarımız iyun ayının 16-sından etibarən başlamışdır. Bir aya yaxındır apardığımız qazıntılar nəticəsində çox mükəmməl materiallara rast gəlmişik. Biz abidənin qazıntısından artıq 5 metrdən də biraz çox dərinliyə düşmüşük və bu zaman görmüşük ki, artıq təbəqə davam edir. Yəni abidədə yaşayış uzun illər, uzun müddət davam eləyibdir. Maraqlı cəhətlərdən biri odur ki, biz deməli təsərrüfat quyuları tapılan ərazidə qazıntını aşağı endirdik. O təbəqədə lal torpaq layına rast gəldik. Fikirləşdik ki, lal torpaq artıq təbəqə bitir, biz yəqin materikə düşmüşük. Ancaq yenə də biraz dedik, davam eləyək, görək hara qədər gedir. Təxminən bir 35-40 santimlik lal torpaq təbəqəsindən sonra biz yenidən materiallara rast gəlməyə başladıq və bu materiallar artıq daha çox daş materialları idi. Daşdan olan alətlər, daşdan olan əşyalar idi. Bunların içərisində dən daşları idi, bunların içərisində sapan daşları idi, bunların içərisində daşdan olan əmək alətləri və silahları misal göstərə bilərik. Gördüyünüz kimi, həmən bu bizim materialların içərisində daşların nə qədər üstünlük təşkil elədiyi göz qabağındadır. Bizim burada nümayiş elətdirdiyimiz daşların bir 10 dəfə çoxu da bizim daş materiallarımız evdədir. Bu ən çox rast gəlinən, əvvəlki illərdə olduğu kimi, ən çox rast gəlinən mineral, vulkanik daş dəvəgözü daşıdır. Bu dəvəgözü daşının alət olduğu göz qabağındadır, gözlə ölçülür. Bunlardan yenə külli miqdarda rast gəlinib. Daşdan olan bu cür daş ucluğu olan bir daş alət aşkar eləmişik, düzdür, qırılmış vəziyyətdədir. Ondan başqa bir daş alətin, ikinci bir daş alətin başını aşkar eləmişik. O da qırılıb, yəqin ki, uç hissəsi itmişdir. Və bu ilin ən maraqlı tapıntılarından biri də deməli Nəcib Marala mənsub olduğu məlum olan maral buynuzundan əmək alətidir. Hamıya məlumdur ki, bütün tarixçilər, arxeoloqlar da bilir ki, buynuzdan əsasən toxa əkinçiliyində əkinçilik üçün istifadə olunubdur. Biz bunu bütöv şəkildə bu il tapdıq. Əvvəlki illərdə biz onun kiçik fraqmentlərini tapmışdıq və aparılan nəticələr tədqiqatçı Tariyel Heybətov onun Nəcib Marala məxsus olduğunu söyləmişdi. Bu il isə onun bütöv şəkildə tapdıq. Və bu ilimizin ən mükəmməl tapıntısı, ən unikal tapıntısı əlimdə tutduğum bu daş kürədir. Daş kürə çox mükəmməl cilalanıbdır. Üzərində təbii aşılanmadan qopuqlar olsa da burada zərbə yeri yoxdur. Heç bir deşiyi yoxdur. Daş özü çox ağır çəkidədir. 2 kiloqrama yaxın çəkisi var. Daşı biz təpənin biraz aşağı
deyək belə yamacına doğru olan dərinlikdən çıxartdıq. Təpənin aşkar olunduğu dərinlik 3 metr 75 sm idi. Yəni hardasa 4 metrə yaxın olan bir dərinlikdən çıxartmışıq. Maraqlı bu unikal xeyli araşdırmalar apardıq, sorğular keçirdik, ədəbiyyata baxdıq və gördük ki, doğrudan da bu həmin əlimizdə tutduğumuz bu daş kürənin Cənubi Qafqazda analoqu yoxdur. Elə bu mənada da bizim deməli bu daş kürə haqqında Britaniyanın məşhur nəşri Heritage Daily məlumat yazdı. Məlumdur ki, həmin nəşr ancaq deməli unikal olan, deməli daha sensasiya doğura biləcək elmi araşdırmaları yaymaqla məşğuldur. Bunun unikallığı nədədir? Unikallığı Hansı məqsəd üçün istifadə olunur? Bunun hansı məqsəd üçün istifadə olunduğunu demək çətindir. Çünki bunu əvvəlcə biz mikroskopik analizlər aparılacaq daş mütəxəssisləri, amma ilkin belə məlumat kimi deyim ki, bunun unikallığı ondadır ki, daş çox mükəmməl cilalanıb. Çox gözəl cilalanıbdır. Baxanda da bilinir. Üzərində cilalanmadan çox parıltılıdır, parıltısı var. Düzdür, daşın torpaq uzun minilliklər boyu torpaq altında qaldığından biraz daşın üzərində cüzi qopuqlar var. Ancaq bu daşın bir də unikallığı bunun ortasında heç bir deşik yoxdur. Bunun məsələn üzərində parçalanma, çarpılma yerləri yoxdur. Və unikallığı onun kürənin yumru olması və ağır olmasıdır. Ölçüsüdür. Deməli bilirsiniz ki, bunun çevrəsi 32 santimdir. Çevrəsi. Bunun diametri isə 10,2 santimdir. Belə bir daş hələ yoxdur. Biz xeyli araşdırma apardıq. Bunun analoqu ancaq İsrailin deməli Esen, sonra Çatalhöyükdə, Göbəkli təpədə rast gəlinir. Cənubi Qafqazda belə bir daş kürəyə heç rast gəlinməyib. Artıq 5 ilə yaxında aparılan tədqiqatlar bu ildə yeni və unikal tapıntılarla yadda qalıb. Arxeoloqların sözlərinə görə, ərazidə təxminən 5 metr dərinliyədək qazıntılar aparılıb. Mədəni təbəqələrdən qədim insanların həyat tərzini əks etdirən çoxsaylı arxeoloji nümunələr üzə çıxarılıb. Tapıntılar arasında daş əmək alətləri üstünlük təşkil edir. Ən diqqət çəkən tapıntılardan biri isə əkinçilikdə istifadə olunduğu ehtimal edilən maral buynuzudur. Bu çox işlənib, görünür, nazilib. Bu artefakt əvvəlki illərdə yalnız kiçik fraqmentlər şəklində aşkar edilsə də, bu il ilk dəfə tam vəziyyətdə tapılıb. Başatəpənin ən unikal tapıntılarından biri isə çəkisi təxminən 2 kiloqrama çatan daş kürədir. Qeyd edək ki, bu nadir artefakt beynəlxalq elmi dairələrində diqqətini cəlb edib. Onunla bağlı Böyük Britaniyanın məşhur Heritage Daily nəşrində xüsusi məqalə dərc olunub. Tədqiqatlar zamanı əldə olunan materiallar göstərir ki, yaşayış məskənində keramikalı neolit dövrünün 3 inkişaf mərhələsi aydın şəkildə izlənilir. Arxeoloqlar bildirirlər ki, qazıntılar zamanı aşkar olunan bütün tapıntılar elmi şəkildə tədqiq ediləcək və onların qədim insanların yaşayışı, təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha ətraflı məlumat verəcəyi gözlənilir. Biz onun bir qırığını tapmışdıq keçən il. Daş alətlər, ən çox bu illər daş alətlər çıxır.